Hər kəsə salam. Bugün sizinlə həm görüntüsü, həm də dadı ilə möhtəşəm olan kakaolu bulka hazırlayırıq. Bunun üçün qaba 1 stəkan ilıq süd, 1 stəkan ilıq su əlavə edib, üzərinə şəkər tozu və mayanı qatıb qarışdırırıq və 5 dəqiqə gözləyirik ki, maya aktivləşsin. Maya köpükləndikdən sonra kərə yağı, bitki yağı, 1 ədəd yumurta və duz əlavə edib qarışdırırıq. Daha sonra unu az-az əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri 2 hissəyə bölürük. Bir hissə sadə qalır, digər hissəyə kakao və süd əlavə edib yenidən yoğururam ki, kakaolu xəmir alınsın. Üzərinə örtüb 20-25 dəqiqə mayalanmağa qoyuruq. Mayalanan xəmirin əvvəlcə havasını alırıq. Əvvəlcə sadə qatı açıb yayırıq və üzərinə azca su çəkirik. Daha sonra kakaolu xəmiri də eyni qayda ilə yayaraq sadə xəmirin üzərinə yerləşdiririk. Və qəlbə yerləşdirib üzərini örtürük. Yenidən 30 dəqiqə mayalanmağa qoyuruq. Siz istədiyiniz qəlibdən istifadə edə bilərsiniz. Mayalandıqdan sonra üzərinə yumurta sarısı və süd qarışığını çəkirik. Zövqə görə fındıq da səpə bilərsiniz. Əvvəlcədən 160 dərəcədə qızdırılmış sobada alt-üst rejimdə üzəri qızarana qədər bişiririk. Nəticə isə həm yumuşaq, həm ətirli, həm də içi şokoladlı möhtəşəm bir bulka alınır. Üzərinə zövqə görə pudra şəkəri səpə bilərsiniz. Hər kəsə nuş olsun. Bizi izləməyi unutmayın.